Və önəmli yerə toxunduğun Ahmet, Ehtiram Quliyev ilə bağlı, klubun prezidenti ilə bağlı açıqlamasını Mən belə ancaq mətbuatdan görmüşəm, tanımıram da, amma həqiqətən də insanlar bu qədər maliyyə ayırırlar, yəni futbol üçün nə isə eləməyə çalışırlar. Yəni səhv hamıda olur, yəni söhbət... Yox, məsələ onda deyil. Sən maliyyə ayrılmağı, dövlət də bugün maliyyə ayırır, bütün klublara 2,5 milyon. Amma o 2,5 milyon haqqını aşağı-yuxarı heç bir klub vermir bugün. 12 klubdan heç biri 2,5 milyon haqqını vermir. Dövlət də rahatlıqla deyə bilər ki, bu pullar hara gedir? Gecə-gündüz dövlət üsyan qaldıra bilər ki, bu pulları veririk. Niyə? Doğru düzgün xərclənmir. Çünki o pulları verilir. Niyə? Bu istiqaməti var. Azərbaycanlı futbolçuların inkişafına və Azərbaycan futbolunun inkişafına. Təəssüf ki, dövlətin verdiyi 2,5 milyon manat böyük ölçüdə 70, 80, hətta deyərdim 90% əcnəbi futbolçuların bura gətirilməyinə xərclənir. Əcnəbi futbolçuların rüsumuna xərclənir. Bəzi futbolçuların rüsumuna, təkcə rüsumuna 100 min manat pul verən klublar var. Məncə xərclənən pulların hesabatını soranda elə birinci buradan başlasaq yaxşıdır. Digər məsələ Ehtiram Quliyevin açıqlaması ilə bağlı kifayət qədər sərt açıqlaması oldu. Haqlı fikirləri var. Mən də başa düşürəm, klub prezidentinin, yəni komandasının bu şəkildə hakim səhv qərar verirsə, etiraz etməsi normaldır, narazılıq bildirməsi normaldır. Amma seçdiyi ifadələr yanlışdır. Ahmet çox yanlış ifadələr seçdi. Ritorikası yanlışdır. Hansı ifadəsi yanlışdır məsələn? Əliyar Ağayevlə bağlı bildirdiyi Əliyar gilləri futboldan uzaqlaşdırmaq lazımdır. Oturub su içənlər, mən düşünürəm ki, bizim ölkə multikultural dəyərlərə önəm verən ölkədir. Bu hər zaman seçilmişik. Bunu birmənalı şəkildə belədir. Burada millətindən, irqindən, dinindən asılı olmayaraq hər zaman qarşılıqlı hörmət şəraitində bu millət bir yerdə illərdir yaşayır. Qərblə şərqin ortasında olan bir dövlətik. Burada müxtəlif millətlərdən olan xalqlar var, nümayəndələr var, müxtəlif dinlərdən olan insanlar var və biz daim bir yerdə mehriban şəraitdə yaşayırıq. Düşünürəm ki, heç kimin nə bilim dininə müdaxilə etməsi, fikir bildirməsi doğru deyil. Əliyarın qərarı yanlışdırsa, Əliyarın qərarını etiraz eləyə bilər. Amma digər məsələlərə düşünürəm ki, kökündən yanlışdır. Ehtiram bəyin reaksiya verməsi, fikir bildirməsi, bu məsələ Ehtiram Quliyev üçün məncə xoş olmadı. Yəni açıq heç yaraşdırmadım, gözləmirdim. Belə şeylərə ehtiyac yoxdur. Yəni biz futboldan danışırıqsa, futboldan danışmalıyıq. Yəni bu Azərbaycan çempionatı bütün Azərbaycanlılarındır, bütün Azərbaycanda yaşayan bütün millətlərindir. Yəni orada hər kəs oranın bir iştirakçısı ola bilər, hakim də ola bilər, futbolçu da ola bilər, baş məşqçi kimi də orada ola bilər. Hər səhvlərdən danışırıqsa, bugün Premyer Liqada yanlış səhv edən yalnız Əliyar Ağayevdirmi?